Səhiyyə Nazirliyində səhiyyə əlaçısı döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanır. Yeni Sabah az məlumat verir ki, bir qrup səhiyyə işçisi sözü gedən mükafatın verilməsində demək olar, hər il haqsızlığa yol verildiyini iddia edərək təltiflərdən narazı qaldıqlarını bildiriblər. Belə ki, hər il iyun ayının 17-yi ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Həmin gün bir neçə səhiyyə işçisi səhiyyə əlaçısı medalı ilə təltif olunur. Bu il də medalın kimlərə veriləcəyi ilə bağlı müəyyən şübhələr var. Səhiyyə işçiləri ötən il bu məsələdə haqsızlığa yol verildiyinin şahidi olduqlarından bunun yenə təkrar ediləcəyini düşünürlər. Adının çəkilməsini istəməyən mənbə Teleqraf açıqlamasında qeyd edib ki, keçən il səhiyyə əlaçısı döş nişanı verilən zaman əsasnamə qaydaları pozulub. Keçən il Səhiyyə Nazirliyinin aparat rəhbəri Tural İlxanoğlu Babayev, Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Bəşiroğlu Əbubəkirov nazir tərəfindən bu döş nişanına layiq görülüblər. Ancaq onların hansı səmərəli xidmətlərinə görə bu medala layiq görüldükləri bəlli deyil. Əlavə edək ki, əsasnamənin birinci bəndinə görə səhiyyə əlaçısı döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilir. Həmçinin bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər mükafat verilir. Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sahəsində çalışır. Yəni, səhiyyə sahəsində işləmələrinin 10 ili tamam olmayıb. Bu, əsasnamənin birinci bəndinə ziddir. Məlumata görə aparat rəhbəri Tural Babayevin atası ilə səhiyyə naziri dostdurlar. Onlar uzun müddət TÜSİ klinikasında birlikdə çalışıblar. Babayevin təltif olunmasında məhz bu amilin böyük rol oynadığı vurğulanır.